DTX İlham Əliyev və Mehman Hüseynov arasında gedən müharibəyə görədir. Hansısa bir söhbətin bir parçasıdır sadəcə olaraq. Amma o parça da oradan-buradan kəsilib yapışdırılmış bir parça. Əli Kərimlinin Ramiz Mehdiyevlə, Abbas Abbasovla, bu cür adamlarla əlaqəsini təsəvvür etməyin özü belə absurddur. Nəinki hələ onun üzərində bir iş güya hansısa tikəsən. Qənimət Zahidov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xaric. Əlbəttə, baxdım həmin DTX-nın filmoqrafiyasına, təəccüblənəcək heç nə yox idi. Mənim üçün şəxsən. Ümumən gəldiyim nəticə odur ki, birincisi DTX Mehman Hüseynovla döyüşür, bizlə döyüşmür. Sadəcə bizi ora bir qədər daha çox tərəf olmaq xatirinə daxil ediblər. Orada prinsipcə heç nə yoxdur. Mən ən müxtəlif adamlarla Azərbaycanda hakimiyyət dəyişikliyini, mümkün hakimiyyət dəyişikliyini və zəruri hakimiyyət dəyişikliyini müzakirə etmişəm, edirəm və bundan sonra da edəcəm. Burada təəccüblü bir şey yoxdur. Amma heç bir halda, heç bir xarici, xüsusi və yaxud ümumi dövlət orqanı ilə bu məsələləri müzakirə etməmişəm. Elə bir niyyətim də olmayıb, elə bir təkliflər də mənə olmayıb bu vaxta qədər. Normal öz çevrəmizdə olan adamlarla və yaxud jurnalistlərlə, falanlarla, hər kəslə Azərbaycanda hakimiyyət dəyişikliyini müzakirə etmək mümkündür və zəruridir. Hakimiyyətin xarakteri, siması, mahiyyəti dəyişəndən nəzarətdə deyəcək ki, yaşadığı psixologik təhlükəsizlik qoşulur. Yəni, bu da ola bilər. Qarşılıqlı qarantiyalardan hər şey yazılır. Mənim səsimdir, amma birincisi orada heç nə yoxdur. Hakimiyyət dəyişikliyi müzakirəsi məsələsidir. İkincisi, o hansısa bir söhbətin bir parçasıdır sadəcə olaraq. Amma o parça da oradan-buradan kəsilib yapışdırılmış bir parça. Və Azərbaycanda post Əliyev dövründən bağlı fikirlər, mülahizələrdir, müzakirələrdir. Mən onu hətta yeri gəlmişkən sizə deyim. Bir neçə dəfə ruslarla da, Rus müxalifəti ilə yeri gəlmişkən müzakirə eləmişəm və Rusiya müxalifətinin sonuncu dəfə səhv eləmirəmsə 2 il bundan əvvəl Polşada keçirilən qurultayında məhz o məsələ ilə bağlı mənim çıxışım oldu. Непреложной целью для нас являются свобода, благополучие и независимость нашего народа. Мы можем быть военными, экономическими и политическими союзниками России, но для этого Россия должна уважать свободу. Əgər DTX tapıb ortalığa çıxarsa ki, Qənimət Zahid hansısa, nə bilim, fransızlarla, ruslarla, ingilislərlə, almanlarla, Çinlilərlə və yaxud kimlərləsə Azərbaycanda dövlət çevrilişi haqqında söhbət eləyir, o başqa məsələ. Əlimin dalım qoyarıb yerə ki, tamam, bitdi bu söhbətlər, daha mən ifşa olundum. Здравствуйте, уважаемый Ганимат. Получил ваше послание по поводу Ильхама Алиева. Putindir. Честно говоря, это... Orada başqa epizodların da hamısı absurd məsələlərdir. Məsələn, Fuad Qəhrəmanlı güya kimlərsə pul alır və təqdim edirlər ki, o Ramiz Mehdiyevin adamı gətirib Fuad Qəhrəmanlıya $1000 pul verir ki, get dövlət çevrilişi ilə. Dövlət təhlükəsizlik xidməti belə düşük temalarla məşğuldur. Belə düşük şəkildə hansısa güya öz aləmində ciddi məsələlərlə məşğuldur. Ümumi, əlbəttə, bu videoların filmoqrafiyanın yayılmasının çox mühüm məqsədlərindən biri də odur ki, Əli Kərimlinin ətrafında uydurulmuş saxta cinayət işinə hansısa arqument bazası əlavə etsinlər. Başqa heç bir məsələ yoxdur. Normalda istintaq sirri deyilən bir şey olmalıdır, əgər bu istintaq materialıdırsa. Onlar özləri də çox yaxşı bilirlər ki, bunu istintaq materialı kimi nəzərdən keçirmək olmaz. Ona görə də özlərinə uyğun zamanda, onsuz da istintaq materialı kimi DTX-nın konkret olaraq bu halda iddiaçı tərəf DTX-dır. Onların arqument bazasını möhkəmləndirən, orada hüquqi arqument bazasını möhkəmləndirən heç nə yoxdur. Ona görə də təbliğat məqsədi ilə fırladırlar ortalıqda. Yəni, qeyri-ciddi məsələlərdir. Azərbaycan hökumətinə zaten hansısa vətəndaşı siyasi mülahizələrlə həbs atmaq üçün heç zaman tutarlı arqument falan gərək olmur ki. Əgər bunlar doğrudan da tutarlı arqument peşində edilərsə, gözləyərdilər. Ortalıqda hansısa, heç olmasa dövlət çevrilişi cəhdinə bənzər nəsə yaranardı. Hər şey bir halda ki, bunların nəzarətindədir.
ondan sonra hansısa əməliyyat hüquqi tədbirlər başlayaydılar. Amma özləri də bilirlər ki, boş məsələdir. Ortalıqda heç nə yoxdur. Ona görə müxtəlif montaj, nə bilim mən, uydurma, problemə və prosesə ümumiyyətlə dəxli olmayan min cür məsələləri bir araya gətirib bir-birinə yapışdırmaqla güya nəsə ictimai rəy yaratmaq istəyirlər. Mən hesab edirəm ki, Azərbaycan dövlətinin, onun dövlət təhlükəsizlik xidmətinin bu cür yalanlarına, uydurmalarına inanan adamlar da elə onların öz ağlındadır. Təbliğat üçün ortalığa atılmış bir boş və mənasız bir məsələdir. Və %100 də əminəm ki, məhz indiki mərhələdə ortalığa atılması DTX, İlham Əliyev və Mehman Hüseynov arasında gedən müharibəyə görədir. Çəkim qutaranda denən